Anar doktor, bu hallarda kolonoskopiya müayinəsi vacibdir. Mən sizinlə tamamilə razıyam. Əgər xəstənin iştahsızlıq, halsızlıq, zəiflik, kilo kaybı, kilo itkisi, arıqlama, qəbizlik, ishal hallarının növbələnməsi varsa, ailə anamnezi və ya qarın nahiyəsində davamlı ağrılar və xüsusən də son dövrlərdə yaranmış qəfləti qəbizlik halları varsa, burada kolonoskopiya mütləqdir, vacibdir. Bundan başqa, əgər aşağı rektal nahiyədən qan axma, qan izləri və laborator müayinələrdə nəcisdə gizli qan üzə çıxarsa, o zaman kolonoskopiya mütləqdir. Kolonoskopik müayinədə əgər xəstədə hər hansı bir xırda ölçülü polip və yaxud xırda ölçülü, yəni qanama səbəbi və ya qəbizlik səbəbi açıqlayacaq başqa bir patologiya varsa, əgər bu endoskopik olaraq həll oluna bilirsə, bunu endoskopik olaraq direkt yerində həll olunur. Amma böyük ölçülü, geniş əsaslı poliplər və yaxud kolonoskopik olaraq çıxarıla bilməyəcək bir törəmə varsa və yaxud bəd xəstəliyə çevrilmə varsa, bu zaman digər müayinələr də vacibdir. Bunun içərisində minimumundan kompüter tomoqrafiya və maqnit rezonans tomoqrafiya daxildir. Əgər gərəkərsə, başqa detallı müayinələr də əlbəttə ki, bu işin içərisinə girə bilər. Və kolonoskopik diaqnoz, yəni biopsiya ilə təsdiqlənmiş diaqnozunuz varsa, eyni zamanda xəstənin kompüter tomoqrafiya ilə bəd xəstəli bir törəmənin olub-olmadığı təsdiqlənirsə, ona görə uzaq orqan metastazları da yoxdursa, ona görə xəstələr birbaşa cərrahiyə və yaxud mərhələli cərrahiyə, öncəsində kimyoterapiya, şüa terapiyası alıb, daha sonra cərrahiyyəyə aday ola bilərlər.